İndi isə biz relationship haqqında danışacağıq. POB-də əlaqələrin necə qurulduğunu öyrənəcəyik. Əlaqələr POB modelinin ən vacib hissələrindən biridir. Çünki biz müxtəlif cədvəllərdən məlumatları birlikdə işləməsini təmin etmək istəyiriksə, birinci əlaqələri qurmalıyıq ki, buna nail ola bilək. Əvvəlcə əlaqələri qurmazdan əvvəl fayl tabına daxil olub, Options hissəsinə keçsək, burada bir funksiya var, onu göstərəcəm. Data load hissəsinə keçirik. Auto detect new relationships. Bu nədir? Biz bu nədir aktiv etsək, datanı POB-yə yükləyən zaman POB cədvəllərimizlə tanış olur və avtomatik olaraq əlaqələri özü qurmuş olur. Yəni biz heç bir şey etmirik. Amma mən bunu indi deaktiv etmişəm ki, özümüz öyrənəcəyik. Yəni bu funksiyadan da istifadə edə bilərsiniz. Hazırda bizim modelimizdə 3 dənə cədvəl var. Product, Sales və Customers. Və aralarında heç bir əlaqə yoxdur. İndi isə əlaqə quracağıq. Birinci bu cədvəlimizə baxırıq. Burada bizim Customer Key adlı bir sütunumuz var. Və eyni sütun həmçinin Sales cədvəlində də mövcuddur. Customer Key. Burada. Customer Key sütunu Customers cədvəlində unique-dir. Məsələn, Customer cədvəlinə keçirik. Bu sütundakı heç bir dəyər təkrarlanmır, sadəcə bir dəfə olur. Yəni bu primary key kimi istifadə edirik. İndi birazdan bu haqqda danışacağam. Məsələn, 12 ID-si bu cədvəldə başqa heç bir sətirdə yoxdur. Çünki yəni bir müştəri bazada bir dəfə qeyd oluna bilər. Yəni normalı budur. İndi isə sales cədvəlinə keçsək, customer key. Burada bir dənə filtr tətbiq edək. ID-si 12 idi az öncə baxdığımız müştərinin. Burada isə 12 dəfələrlə təkrarlanır. Məntiq odur ki, müştəri bir dəfə ola bilər. Yəni müştəri bazada bir dəfə qeydə alına bilər. Həmin müştəri isə dəfələrlə satış eləyə bilər. Yəni burada müxtəlif vaxtlarda etdiyi alış-verişləri göstərir. Məntiq budur. İndi isə biz product cədvəlinə baxaq. Burada product key də açar sütunumuzdur və eyni sütun sales cədvəlində də mövcuddur. Görürsünüz ki, burada product key sütunu var. Eyni məntiq burada da keçərlidir. Yəni bir məhsul dəfələrlə satıla bilər. Yəni product key bu cədvəldə unique-dir. Yəni bir dəfə rastlaşa bilərik. Burada isə dəfələrlə rastlaşa bilərik. İndi isə biz bunlar arasında əlaqəni necə quracağıq? Buradan Customer Key sütununu götürürəm. Scan vasitəsilə həmin sales cədvəlindəki Customer Key sütununun üzərinə gətirirəm və buraxıram. Bu hissədə bizdə artıq New Relationship pəncərəsi açılır. Biz burada artıq əlaqəni qura bilərik. Deməli, birinci cədvəlimizdəki Customer Key hissəsini görürsünüz və sales cədvəlindəki Customer Key işarələnib. Buradakı cardinality haqqında növbəti dərslərdə danışacağıq. Yəni birin çoxa bu əlaqəmizi qurduq və save edirik. Və gördüyünüz kimi iki cədvəl arasında bir xətt yarandı və bu artıq bu iki cədvəlin əlaqəli olduğunu göstərir. İndi isə keçək bu iki cədvələ əlaqələndirək. Product key sütununu götürüb sales cədvəlindəki product key-in üzərinə gətirirəm və buraxıram. Bu hissədə də gördüyünüz kimi cədvəllər açılıb və sütunlarımız işarələnib, əlaqələr qurulub və artıq mən bunu save edirəm. Gördüyünüz kimi burada da xəttlər əmələ gəldi və artıq bizim products və sales cədvəlləri arasında, həmçinin customers və sales cədvəlləri arasında əlaqələrimiz mövcuddur. İndi isə biz iki vacib anlayışla tanış olacağıq. Primary key və foraging key. Bizim bu cədvəllərimizdə products və customers cədvəllərində olan açar sütunlarımız, yəni customer key və
product key hər biri ayrı-ayrılıqda öz cədvəlində primary key rolunu oynayır. Yəni odur ki, bu açar sütunları cədvəldə hər bir sətri unikal şəkildə təyin edən bir sütundur. Yəni burada eyni dəyər bayaqlar dedik, iki dəfə təkrarlanmır. Amma CS cədvəlində isə bunlar dəfələrlə təkrarlanır. Ona görə də bizim CS cədvəlində olan bu açar sütunlarımız foraging key adlanır. Amma öz cədvəllərində olarkən primary key adlanır. Foraging key də yəni başqa bir cədvəldə yerləşən primary key ilə əlaqə yaratmaq üçün istifadə olunur. Yəni müxtəlif cədvəllərə birləşdirmək üçün istifadə olunur, belə deyək. Və bu şəkildə də bu iki anlayış haqqında tanış olduq. Növbəti dərslərimizdə isə cardinality, aktiv əlaqə, cross filter direction və s. bu mövzular haqqında danışacağıq. Biz bu videoda cədvəllər arasında əlaqələr necə yaranır, bunları öyrəndik. Və növbəti dərslərimizdə həmçinin manage relationship pəncərəsi ilə də tanış olacağıq.